Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Nehmeduhu ve nesta'inuhu summa salatu ve selamu ala seyyidina ve nebiyyina. Ellezî summiye fis semâi Ahmed ve fil aradina Ebil Gâsimi Muhammed sallallahu aleyhi ve âlihi ve sellem ve ala âlihi teyyibînet tahirinel muntecebin fil aradin. İnsan isteklərinin idarəsi mövzusunda Allahın izni ilə iki söhbət eləmişik. Bu günləri istəyirik Allahın izni ilə izah eləyək ki, ümumiyyətlə insan istəklərinin ha vaxtsa idarəsiz ola bilər, yoxsa ola bilməz. Yəni insan həyatının hansısa dönəmində ümumiyyətlə isteklerin idarəsi deyə bir dərdsizliyi olmalıdır, yoxsa olmamalıdır. Bunun üçün din mübarək bir qayda öyrədib bizə. Din deyir ki, övlad tərbiyə eləyəndə 7 il övlad ağadır. Yəni onun isteklər deyə bir idarə deyə bir dərd olmamalıdır. İsteklərimi idarə eləyim. Nə istəyirsə eləsin, isteklərini idarə dərdi olmamalıdır. İkinci 7 ildə isə o uşaq itaəti öyrənməlidir. İndi isə o istəklərini yox, başqasının istəklərinə itaət öyrənməlidir. Üçüncü 7 il isə istəklərin idarəsini öyrənmə dönəmidir. Vay o gündən ki, bir insanın isteklərinin idarəsiz dövrü onun məntiqli, ağıllı, həyatı başa düşən dönəmində olsun. Yəni istekləri idarə etmək dərdi insanda uşaq çağında, o ilkin çağlarda olmalıdır ki, insan isteklərini idarə eləmək dərdi deyə bir dərdi olmamalıdır. Təsəvvür eləyin, bəzən insanlar düzgün tərbiyə olunmayanda, məsələn, onu isteklərində azad buraxmayanda, gələcəkdə bu adam isteklərinin başını buraxır, idarə eləmək istəmir. Əslində, dolayı yolla bu isteklərini idarə eləməyi ona görə istəmir ki, bu heç bir zaman istekləri ilə azad qalmayıb. İnsanın ehtiyacı var ki, bir zaman istekləri ilə azad qalsın. Bu da insanın çox məntiqli və düşüncəli dönəminə düşməməlidir. İnsan həyat anlayan dönəmdə, insan həyat başa düşən dönəmdə başa düşməlidir ki, mənim həyatımın düzənsizliyi istekləri idarə etməməkdədir. Amma insanın da daxilində istekləri ilə azad qalmaq dövrü var. Bu hansı dövr olmalıdır? Bu həmən uşaqlığın ilkin 7 çağıdır, 7 illik çağıdır ki, həmən çağda bu istekləri ilə azad qalmalıdır. Sanki din dolayı yolla belə deyir də, insan o məntiqsiz dönəmində, həyat başa düşməyən dönəmində belə istekləri ilə azad qalacaq, sonra başqa bir üstün adamın isteklərinə itaat eləyəcək, sonra gələcək 3-cü dönəmdə başa düşəcək ki, isteklərin başını buraxmaq qədər cəfəngiyat həyat yoxdur. Bunu nə zaman başa düşəcək? Daha üstün istek görəndə. Yəni, deyir ki, birinci dönəmdə uşaq ağadır, ikinci dönəmdə uşaq quldur. Birinci 7 ildə uşaq ağadır, ikinci 7 ildəki uşağa qulluq öyrət. Necə qulluq öyrədim? Yəni, uşaq elə istekləri və itaət elətdir ki, uşaq öz istekləri ilə sənin isteklərini müqayisə eləyəndə sənin isteklərinə aşiq olsun. Məsələn, imamların böyründə olan adamlar, imamlara valih olan adamlar, onlar üçün ən böyük cəza imamdan uzaqlaşmaq olub. Deyir İmam Musa Kazım bir gün xidmətçisini çağırır, əhmiyyət vermir ona. Gəlir deyir ki, niyə mənə cavab vermirsən? Mən bayaqdan səni çağırıram, eşitmirsən məni? Deyir, yox ağa, eşidirəm səni. Və eşidə niyə mənə cavab vermirsən? Deyir ki, bilirəm ki, bir şey eləməyəcəksən mənə. Ağa deyir ki, yox, bir şey eləyəcəm.
bugün səni azad eləyəcəm. Hönkürtü ilə ağlayır, duru qurban olum, ağa bu cəzanı mənə vermə. Yəni sənin yanında olmaq mənim üçün ən gözəl həyat tərzidir. Səndən uzaq mənim həyatım həyat deyil. Bağışla məni, qəflətdə oldum, mənə bu cəzanı vermə, məni uzaqlaşdırmaq, məni özündən uzaqlaşdırmaq cəzası vermə. Yəni ikinci dönəmdə valideyn uşağı elə istəklərə itaət elətdirməlidir ki, uşaq deməlidir ki, bu istəklərdən ləzzətli istək yoxdur. O zaman baş verəcək ki, doğrudan onu tərbiyə eləyən adam onun öz xeyrini fikirləşsin. İnsanın öz istəkləri var, bir də Allahın insan üçün istədiyi istəklər var. Din gəlir, deyir ki, öz istəkləri də götür qoy tərəzinin bir gözünə, Allahın sənin üçün olan istəklərini də götür tərəzinin bir gözünə qoy. Gör, bax, sənin istəklərin harda qalır? Tərəzi nə qədər qalxıb yuxarı, sənin istəklərin Allahın sənin üçün istədiyi istəklərdən nə qədər yüngüldür. Onda valih olacaqsan Allahın sənin üçün olan istəklərinə. Deyəcəksən, bu istəklər elə mənim öz istəklərim olmalıdır. Ona görə mütəal Allah hansı məqamda olursan ol, ən üstün insanları belə onun istəklərini vurub, öz istəklərini ona tətbiq eləməklə məşğuldur. Məsələn, Quran-ı Kərimdə Allah qiblə ilə bağlı ayə nazil eləyir. Deyir ki, indi Allah səni sənin razı olduğun qibləyə döndərəcək. Peyğəmbər bir istiqamətə qalıb namaz qılır, amma ürəyi Məkkəyə qalmaq istəyir. Ürəyi Məkkəyə qalmaq istəyən Peyğəmbərə hələ Allah icazə vermir üzünü Məkkəyə tutmağa. Görən niyə? Niyə icazə vermir üzünü Məkkəyə tutsun? Çünki bunun ürəyinin ki istəyi doğru istək deyə Məkkəni istəyir. Amma bir müddət bu istək vurulmalıdır. İlahi istəyə aşiq olmalıdır. İlahi istəyə aşiq olmalıdır. Yəni, mən üzümü Məkkəyə tutmaq istəyirəm. O zaman Məkkəyə tutmalıyam ki, üzümü. Allah desin ki, üzümü Məkkəyə tut. Və Peyğəmbər bu istəyinə mübarizə aparır. Bu mübarizə Allahın xoşuna o qədər gəlir ki, həmən mərhələ tamamlanandan sonra onun üzünü Məkkəyə tutturur. Əlbəttə, burada təkcə Peyğəmbərlə bağlı deyil məsələ. Burada dərin imtihan möminlərin imtihanıdır. Möminlər, yəni Peyğəmbərə itaat edən insanlar, indi də onlar öz istəklərini Peyğəmbərin istəyinə itaat elətdirməlidirlər. Onlar Peyğəmbər üzünü hayana tutacaqsa, həmən istiqamətə tutacaqlar. Mütəal Allah Peyğəmbər imtihanları çox ağır imtihanlardır istəklərlə bağlı. Mən bilmirəm, bəşəriyyətdə başqa bir insanın bu istəklərə gücü çata bilər ya yox. Yəni bu mövzuları adam danışmağa da bəzən çəkinir ki, görən insanlar bu mövzuları anlayacaq yoxsa anlamayacaq. Məsələn, mütəal Allah Peyğəmbərinə əmr eləyir ki, əmr eləyir. Peyğəmbər gedib oğulluğu Zeyd üçün Zeynəbi alıb. İndi bu Zeynəb də Zeydə həyat yoldaşlıq eləmir. Peyğəmbər gedib elçi Zeyd üçün Zeynəbi alıb. Allah əmr eləyir ki, ey mənim Peyğəmbərim, Zeydə deginən Zeynəbi boşansın. Sən o Zeynəblə evlən və məndən başqa heç kimdən utanma. Nə ağır imtihandır bu. Yəni Peyğəmbər Zeynəblə evlənmək istəyi deyə bir istək yoxdur. Allah Peyğəmbərdən nə ağır imtihan verir. Bu ağır imtihandan Peyğəmbər çıxmalıdır. Ağır imtihandır bu imtihan. Və bu imtihana görə Peyğəmbəri qıraqdakılar xeyli qınadılar. Dedilər ki, öz oğlunun həyat yoldaşını boşatdırdı, onunla evləndi. Allah ayə nazil edir. Ma kana Muhammed əbə ahadın min ricalukum. Muhammed sallallahu aleyhi və aleyhi və səlləm sizin oğlanlarınızın atası deyil. Yəni, Həzrət Rəsulullah böyülük eləyib ki, Zeydi böyüdüb.
Zeyd peyğəmbərin oğlu deyil. Heç bir oğulluq bağı yoxdur onunla peyğəmbərlə onun arasında. Peyğəmbər böyle eləyib ki, bunu böyüdüb. Gör nə qədər ağır imtahandır. Peyğəmbər istəkləri ilə bağlı nə ağır imtahanlara düşür. Bəzən başı boş adamlar, cəfəng adamlar peyğəmbərin həyat yoldaşlarının belə çox olmasını anlaya bilmirlər. Güya peyğəmbər həyat yoldaşlarının çox olması peyğəmbərin şəhvani məsələsidir. Xeyr, peyğəmbər o qədər göy adamıdır ki, peyğəmbər o qədər mənəviyyat adamıdır ki, Allah peyğəmbərin ayağını yerə yoldaşlarla bağlayır. Yəni peyğəmbərə istəmədiyi şeyi elətdirir Allah. Niyə elətdirir Allah? Çünki peyğəmbər də istək idarəsində peyğəmbərliyə layiq istək idarəsini öyrənməlidir. Biz də həyatda bizim özümüz səviyyəsində istək idarəsini öyrənməliyik. Din peyğəmbərlə bağlı istək idarəsini biz daxil olsaq həmən mövzuya, həmən mövzu bizim səviyyəmizdən çox-çox yuxarı səviyyədə olan mövzudur. Amma bu qədərin bilək ki, elənçinə deyil ki, peyğəmbərin istəklərinin idarəsi mövzu olmayıb peyğəmbər üçün. Allah peyğəmbəri belə istəklərlə bağlı imtihan eləyib. Məsələn, peyğəmbər canında müharibə eləmək yoxdur. Peyğəmbər xoşlamır savaşmağı. Peyğəmbər xoşlamır insan öldürməyi. Amma getirin peyğəmbər həyatını mütaliə eləyin, görəcəksiniz ki, peyğəmbərin həyatının, peyğəmbərliyinin dönəmi yarısı müharibələrlə keçib. Yarısı qətillərlə keçib. Peyğəmbər üçün çox ağırdır bu imtihan. Peyğəmbər xoşlayır ki, sülh olsun, əmin-amanlıq olsun, amma həyat ona icazə vermir bunlara. Ağır imtihanlar eləyir onu. Bəzən elə ağır imtihan edir ki, müharibə üçün yol çıxardır Allah peyğəmbərini. Peyğəmbərin ən ağır səfəri Təbuk səfəridir. Peyğəmbər durub Bizansla müharibəyə gedir. Siz təsəvvür edə bilirsiniz ki, yolun ağırlığı, yolun məşəqqəti. Peyğəmbər deyir ki, bu yol çox çətin yoldur və bu yolun ağır imtahanları var. Gəlirlər peyğəmbərə deyirlər ki, ya Rəsulallah, Əbu Zər geriyə qalıb. Dayanıb gözləyək Əbu Zəri, yoxsa dayanmayaq? Peyğəmbər deyir ki, yox, bu səfər ağır səfərdir, biz yola davam eləyəcəyik. Əbu Zər tək gəzər, tək yaşayar, tək ölər. Əbu Zər üçün belə söz deyir. Deyir, sonra görürlər ki, Peyğəmbər bir insan var, arxadan məhəbbətlə qaça-qaça gəlir. Səhabələr deyir ki, ya Rasulallah, Əbu Zərin ayağının altındakı nələyin, yəni onun ayağını qoruyan ayaqqabı yırtılıb, qum, səhra Əbu Zərin ayağını qannadıb. Peyğəmbər deyir ki, o peyğəmbərinə o qədər aşiqdir ki, ayağını yaddan çıxarıb. Belə bir ağır səfər, peyğəmbər, Allah peyğəmbərə deyir ki, dur Təbuka səfər elə müharibə üçün, gedir bu yolu, bu boyda yolu gedir. Gəlir həmən qalaya çatanda, peyğəmbər indi onları məğlub eləyə bilər. Allah savaşmağa icazə vermir. İndi məğlub eləmək qüdrətin var. Nə boyda yol gəlmisən sən? İndi Allah deyir ki, yox, savaşma, geri qayıt. Bu nə imtihandır ilahi? Savaş üçün uzun bir yola çıx. Gəl savaş məhəllinə çat. Gəl savaş məntəqəsinə çat. İndi isə Allah sənə deyir ki, indi savaşma. İndi geri qayıt. Yəni peyğəmbərin də peyğəmbərlik səviyyəsində istək idarə mövzusu var. Allah ona istəmədiyi şeylərlə bəzən imtihan eləyir. Xoşlamadığı, savaşmaq istəmədiyi savaşlar peyğəmbərin həyat parçasına çevrilir. Həyatının tərkib hissəsinə çevrilir. 80-dan yuxarı peyğəmbərin səriyyə və qəzvəsi var. Səriyyə ilə qəzvənin fərqi buradadır ki, qəzvədə peyğəmbər özü ordu başçısı olaraq iştirak edib, səriyyədə peyğəmbər özü ordu başçısı olmayıb, ordu başçısı təyin edib, ordu göndərib peyğəmbər müharibəyə. Yəni peyğəmbər belə istəmədiyi şeylərlə Allah onu imtihan edib. Həyatda ağıllı adamlar daha ağıllı adamların istəklərinə itaat eləyirlər. İstək idarəsi bax buradan başlayır.
Bir dönəm uşaqlıq dönəmində sən istəklərinlə azadsan, nə istəyirsən elirsən, sonra görürsən ki, mənim istəklərim çox cılız istəklərdir. Sonra görürsən böyüyün istəyinə itaat eləyəndə görürsən ki, böyüyün istəyinə itaətin içərisində neçə gizlin ləzzətlər gizlənib. Məsələn, onlardan biri budur ki, sən özün heç bir zaman o istəyi tapa bilməzdin. Böyüyün istəyi həm də səni böyüdür. Bir təsəvvürlə bir adam bu həyatı 80 il imtahan eləyib, 90 il imtahan eləyib bu həyatı, nələrisə başa düşüb. Sənsə cəmi 15-20 yaşındasan, indi sən 80 yaşlı böyük adamın istəklərinə itaat eləyəndə, həm də 60 il qabağa düşürsən. Bir var 60 il bunları təcrübə eləyəsən, gələsən bu mərhələyə çatasan, böyük adamın istəklərinə itaat eləyəndə insan zaman baxımından xeyli qabağa gedir. Ən gözəli nədir bə? Din ən gözəlini nə təqdim eləyir? Deyir ki, öz istəklərini qoy qırağa, düş peyğəmbər və imam istəklərinin arxasıca. Görəcəksən ki, İmam və Peyğəmbərin istəkləri sənin istəklərindən sənin üçün daha şirin gəlir, daha ləzzətli gəlir. Burada itaət səni incitməyəcək, burada itaət sənə zövq verəcək, burada itaət sənə ləzzət verəcək. Çünki sən daha böyük istəyə aşıq olmusan, daha böyüyün istəyinə valih olmusan, sənin öz istəklərin sənə çox cılız gələcək. Məsələn üçün, misal vuraq bəlli olsun, bu? Misalla bəlli olsun. Təsəvvür elə sən, bir adam sənə yaxşı söz deməyib, incidib səni, sən onu bağışlaya bilmirsən. Sənə ağır gəlir ki, onu necə bağışlayayım? Sonra görürsən ki, Peyğəmbər, Məkkəni fəth eləyəndən sonra Məkkəyə girib nə deyib? Deyib ki, Məkkə cəmaatı narahatdır. Bir ömürdür biz bunu öldürmək istəyirik. Bu bizlə görən nə edəcək? Peyğəmbər Məkkəlilərə belə deyir. Yusuf qardaşları ilə nə etdisə, mən sizlə onu edəcəm. Yəni, qardaşını bağışlamaq asaddır. Qardaşın olmayan adam səni öldürmək istəyir. Sən deyirsən ki, mən Yusuf ki, qardaşlarını çox istəyirdi. Siz mənim qardaşlarım deyil, siz məni öldürmək istəyirsiniz, mən sizi çox istəyirəm. Sən deyirsən, ilahi, nə kiçik adamam mən, nə balaca adamam mən. Peyğəmbər onu öldürmək istəyən adamlarla belə rəftar eləyib. Yasin surəsində Allah bir əhvalat danışır. Məmləkətin adını çəkmir. Deyir, vəzirib lahum məsələn əshabəl qəriyə. Ey mənim Peyğəmbərim, onlar üçün o kəndin misalını çək. Hansı kəndin misalın? O kəndə Allah bir Peyğəmbər göndərib, 2 Peyğəmbər göndərib, 3 Peyğəmbər göndərib, cəmaat o Peyğəmbərləri qəbul eləməyib və cəə min əqsəl mədinəti raculun yəs'ə. Şəhərin o başından bir kişi tələsə gəlib Quran deyir. Tələsə, bayaq kənd deyirdi, indi həmən yerə şəhər deyir. Bir nəfər tapılıb Peyğəmbərləri cəmaatın içərisində müdafiə eləyəcək adam, Allah artıq ora kənd yox şəhər deyir. Yəni Allahın göndərdiyi Peyğəmbər bir nəfər məmləkətdə qəbul eləyəsində məmləkət kənd yox şəhərə çevrilir Allahın nəzdində. Bu adam gəldi dedi Peyğəmbərlərə itaat edin. Bu Peyğəmbərlər sizdən nə muzd istəyir, nə mükafat istəyir. Vurdular bu kişini öldürdülər. Daş qalaq eləyib öldürdülər. Çuxura atıb daş vurub öldürdülər. Qilə duxulil cənnə. O kişiyə deyiləcək ki, gir cənnətə. O cənnəti görəndə belə deyəcək. İndi Allah o tərəfdən bu dünyaya xəbər çatdırır. Kaş mənim cəmiyyətim görərdi. Bimə qafarəli Rabbi və cəaləni minəl mükrəmin. Rəbbim məni necə bağışladı, necə kərəm sahibi elədiyini kaş mənim cəmaatım görəydi. Müfəssirlər deyirlər, bilirsiniz o bu sözü niyə deyər? Və ya bu sözü, dediyi sözü niyə Allah bizə çatdırır? Deyir, bu adam cəmiyyətini o qədər çox istəyir ki, bunlar vurublar, bunu öldürüblər,
bu hələ də fikri zikri onların hidayətinin üstündə qalıb. Gör nə qədər bu onu öldürən adamları istəməkdən əl çəkmir. Onlar vurublar, bunu öldürüblər. Bu isə cənnəti görüb, hələ də fikri zikri onların üstündə qalıb. İndi bu cür böyük adamın istəyini görəndə, bir adamın sözü sənin xətrivə dəyib, onunla mübarizə aparmaq fikrinə düşəndə utanırsan öz fikrindən. Böyük adamın istəyi adamın özünü böyüdür. Ona görə böyük adamların istəklərinin dalıca düşəndə insan zövq alır, ləzzət alır, insan öz istəklərindən əl çəkir, həmən böyük adamın istəklərinə valih olmağa başlayır. Mən Allaha and verirəm, İzzət Cəlalına, böyüklüyünə, kəramətinə Allah bizə Əhl-i Beytin istəklərini öyrənib, onların istəkləri ilə öz istəklərimizi idarə edib böyüməyi nəsib eləsin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.